Aşağıda mevsuf, yani bu təyinlənəndir. Çünki təlğihnidən sonra sifət gəldi. Fikir verdiniz ki, əl-ğihninin sifətidir. Demək, bu da bizdə olacaq uzlaşan təyini söz birləşməsi. Ərəb dilinin qrammatikasında uzlaşan təyini söz birləşməsi cinsdə, isimlə sifət arasında həm cinsdə, həm kəmiyyətdə, həm müəyyənlik və qeyri-müəyyənlikdə uzlaşmalar özünü gözləməlidir. Burada bu uzlaşmalar neyib? Özünü tamamilə gözləyib. Sonra gəlirik. فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ. Burada səqulət ağır deməkdir. Mən kimsəyə, fəəmmə gəlincə deməkdir. Amma əməlləri ağır olan kimsələrə gəlincə, indi baxaq, bura qədər. Fəəmmə başlama hərfi, yəni fə, bax burada fə başlama hərfidir. Üstə gəl, şərt və təfsil hərfi, əmmə ərəb dilinin qrammatikasında bu şərt və təfsil hərfi adlanır. Və ayrıntı açıqlama hərfi də gedir bunun mənası. Sonra mən